لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Müəllif Allah ona rəhmət eləsin deyir, Ramazan orucu hilalın təzə ayın görünməsi ilə vacib olur. Allah Ramazan ayı orucunu bizə vacib qıldı. Bəs ay nə vaxt başlayır? Ay nə vaxt başlayır və nə vaxt bitir? Hilal ilə. Peyğəmbər Allahın salamı və salavatı onun üzərinə olsun buyurmuşdur. Onu hilalı gördükdə oruç tutun. Onu gördükdə orucunuzu açın, bayram edin. Hilalın görünməsi. Uca Allah buyurur. Səndən yeni doğan aylar, hilallar barəsində soruşurlar. De, bunlar insanlar üçün vaxt ölçüləridir. İbadətlər, borclar və digər məsələlər üçün. Hilalların hikməti budur. Uca Allah buyurur. De, bunlar insanlar və həc üçün vaxt ölçüləridir. Ramazan orucu hilalın görünməsi ilə vacib olur. Onu gördükdə oruç tutun. Onu gördükdə orucunuzu açın. Əgər hilal görünməsə, o zaman Şaban ayını 30 günə tamamlamaqla oruç vacib olur. Yəni oruç iki haldan biri ilə vacib olur. Ya hilalın görünməsi ilə, ya da Şaban ayının 30 günə tamamlanması ilə. Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun buyurmuşdur. Onu gördükdə oruç tutun. Onu gördükdə orucunuzu açın. Əgər hava buludlu olarsa, yəni bulud, toz duman və ya bənzəri səbəbdən ayı görməsəniz, Şabanı 30 günə tamamlayın. Çünki ay ya 29 gündür, əksərən belə olur, ya da 30 gündür. Əgər hava buludlu olarsa, onun miqdarını təyin edin, hesablayın. Onun miqdarını təyin edin, nə deməkdir? Bunu ikinci rəvayət təfsir edir. Əgər hava buludlu olarsa, Şaban ayının sayını 30 günə tamamlayın. Bu iki əlamətdən başqa bir yolla oruç tutulmaz. Hilalın görünməsi və ya Şabanın 30 günə tamamlanması. Hesablama, yəni astronomiya ilə oruç tutulmaz. Allah bizi ayı təyin etmək üçün hesablamaya yönəltməyib. Çünki hesablama bəşəri bir işdir. Xəta da edə bilər, düz də ola bilər. Hilal isə əsla xəta etməz. O müəyyən edilmişdir. Elə bir təqdirdir ki, nə gecikər, nə də dəyişər. Allah orucu həm əvvəlini, həm də sonunu hilala bağlamışdır. Hesablamaya gəlincə, İslamda ona etibar edilmir. Çünki o səhv və ya düz ola bilən bəşəri bir işdir. Həmçinin hər kəs hesablamanı bilmir. Allah orucu aşkar, görünən bir şeyə bağladı ki, onu savadlısı da, avamı da, şəhərlisi də, bədəvisi də görə bilsin. Bu aşkar bir işdir, o da hilaldır. Hilalın görünməsi və ya ayın 30 günə tamamlanması. Bunu hər kəs bilir. Şəri hökmlər gizli olan məsələlərə bağlanmaz. Onlar yalnız aşkar, görünən işlərə bağlanar. Məsələn, namaz. Sübh namazının vaxtı, sübhün açılması ilə, zöhr namazının vaxtı, günəşin zəvalı, zenitdən meyl etməsi ilə, əsr namazının vaxtı, kölgənin əşyanın boyuna bərabər olması ilə, məğrib namazının vaxtı, günəşin batması ilə, işa namazının vaxtı isə qırmızı şəfəqin itməsi ilə bilinir. Bunlar hər bir müsəlmanın gördüyü aşkar əlamətlərdir. Hesablama isə gizli bir işdir. Üstəlik, o xəta ehtimalı olan bəşəri bir fəaliyyətdir. Allah ibadətlərimizi insanların görə bildiyi aşkar işlərə bağlamışdır. Bu Allahın bizə olan rəhmətindəndir. Bəli,